Salam, hər vaxtınız xeyir. 20 sınaqdan 5-ciyə baxırıq. Komensalizmə aiddir. Komensalizmdə münasibət bir tərəf üçün faydalı olduğu halda digər tərəf üçün neytraldır. Buna da uyğun variantı D-də görürük, balıqların arasındakı münasibət. Bir tərəf üçün faydalı, iri balıqlar üçün isə neytral münasibət olmuş olur. 2. Sxemdə ekosistemdəki orqanizmlər arasındakı qarşılıqlı əlaqə formaları müsbət faydalı, mənfi zərərli, sıfır neytral münasibət simvolları ilə cüt kombinasiyalar şəklində verilib. Orqanizmlərin qarşılıqlı əlaqə tipləri, üçüncü qarşılıqlı əlaqə tipinə aid olanları müəyyən edin. Üçüncüdə görürük ki, mənfi-mənfidir, yəni zərərli-zərərli. Zərərli-zərərli münasibət olaraq çiçəkli bitki ilə çəpənin arasındakı zərərli deyil, at pıtırağı və it arasındakı, əksinə at pıtırağı itin tükünə yapışaraq toxumlarını yaya bilir. Qoyunla keçi arasındakı münasibət zərərli-zərərlidir. Çünki eyni arealda yaşayırlar və qidalanma şərtləri də oxşardır, eynidir. Şeh çiçəyi və həşərat arasında münasibət isə həşəratla şeh çiçəyi bəslənir. Bu həşərat üçün zərərli, şeh çiçəyi üçün faydalıdır. Şirlə pələng də həmçinin. Oxşar yaşayış sahəsi və oxşar qida tələbinə görə cavabımız olur D. Üçüncü sual. Poliploidlik haqqında hansı ifadə doğru deyil? A. Süni sürətdə əldə edilə bilər. Bəli, edilə bilər. Bitkilərdə təbii surətdə yarana bilər. Mümkündür. Xromosom mutasiyasının bir formasıdır. Poliploidlik xromosom mutasiyasının yox, genom mutasiyasının bir formudur. Bitkilərdə məhsuldarlığı artırır. Uzaq hibridlərdə dölsüzlüyü aradan qaldırmaq üçün istifadə olunur. Bəli. 4. Nəsil şəcərəsinə əsasən hansı ifadələr doğrudur? Əlamət resesiv olaraq irsən ötürülür. Baxaq. Əlamət irsən ötürülür. Kvadratlar erkək fərdi, dairələr dişi fərdi təmsil edir. Qaraladıqları da xəstə fərdi göstərir. Deməli, bu resesiv əlamət ortaya çıxıb ki, xəstədir. Digəri də sağlamdır. Genotiplərin bu şəkildə qeyd etsək. Əmələ gələn 2, 3 və 5-ci 2, 3 ilə 5 ilə ifadə olunan uşaqlar, yəni 2 qız, 1 oğlan. 3-ü də sağlamdır, qara ilə işarə olunmayıb. Buradan qənaətə gəlirəm ki, heterozigot olublar ki, xəstə yoxdur. Sonra bizə nə deyir? Deməli, birinci nəsildəki 1 və 2-nin nicahından doğulan qızların genotiplərinin heterozigot olma ehtimalı 100%-dir. 1 ilə 2-dən doğulan qızların deyir. 1 ilə 2-dən doğulan qızlar, bir bu 2 ilə göstərdiyimdir, bir də 5 ilə göstərdiyimdir. Birinci nəsilin 1 və 2-sindən doğulan qızlar. Hər ikisi də heterozigotdur, böyüyə kiçiyə adı. Yəni, birinci ifadə doğrudur. 2. İkinci nəsildəki 1 və 2, yəni bunlar. Doğulacaq qızların homozigot olma ehtimalı 2-də 1-dir. İndi bu 1 ilə ikinci nəsildəki 1 ilə 2-dən bir dənə xəstə oğlan doğulub. Buradan o qənaətə gəlirəm ki, atası da heterozigot olub. Həm ana, həm ata heterozigot olanda böyük A ilə, yenə böyüyə kiçiyə alarıq. Çarpazlaşdırıram. Bir dənə dominant homozigot, 2 dənə heterozigot, bir dənə də resesiv ortaya çıxır. Həmin resesiv bu 3-cü nəsildə alınmış xəstə oğlandır. Mənə deyir ki, qızların homozigot doğulma ehtimalı 2-də 1-dir. Homozigotluq bəli 2-də 1-dir. 4 fərddən ikisinin homozigot olma ehtimalı var. Bu da 2-də 1, yəni 50% olmuş olur. 3 də nə deyir? İkinci nəsildəki 3 və 4-ün nicahından doğulan qızların fenotipcə sağlam olma ehtimalı 50%-dir. Sağlam olma ehtimalları görürük ki, 50% deyil, elə 100%-dir. 4. İkinci nəsildəki 5 və 6-nın nicahından, söhbət bunlardan gedir. Deməli, doğulacaq oğlanlar həm fenotipcə, həm də genotipcə sağlam doğulma ehtimalları 100%-dir. Sağlam doğulma ehtimalları 100% deyil. Çünki daşıyıcı olacaqlar. İstər böyük A-lar olsun, istər böyük ya kiçik A olsun.
İstənilən versiyada ana fərddən gələn kiçik resessiv A xəstə gen mövcuddur. Bu da onu daşıyıcı edir, sağlam etmir. Üçüncü nəsildəki 5-in genotipi həm homozigot, həm də heterozigot ola bilər. Üçüncü nəsildəki 5 budur. Və deyir ki, həm homozigot, həm də heterozigot ola bilər. Düzdür. Homozigot da ola bilər, heterozigot da ola bilər. 1, 2, 5 cavab olur D variantı. Genlərin epistaz qarşılıqlı təsiri zamanı 2 dihheterozigota da dovşanın çarpazlaşmasından əmələ gələn dihomozigotların fenotipik parçalanma nisbəti. Bilirik ki, dihheterozigotlarda Pennet cədvəli qursaq, bu diaqonal dihomozigotlardır. Həmin genləri yazıram. Böyük A-lar, böyük B-lər, böyük A-lar, kiçik B-lər, kiçik A-lar, böyük B-lər, bir də ən son kiçik A-lar, kiçik B-lər. Bunların hər biri dihomozigotdur. Fenotipik parçalanma nisbətini istəyir. Fenotipik olaraq bu qara olmuş olur, bu boz olur, bu ikisi də ağ rəngdə olmuş olur. Yəni, bir qara, bir boz, 2 dənə də ağ. Cavabımız olur B variantı. Sonra 6. Ekoloji piramidaya aid doğru ifadəni müəyyən edin. A. Qida zəncirinin bir halqasından digərinə nə qədər enerji, biokütlə və canlı sayının ötürüldüyünü göstərən qrafik təsvirdir. Düzdür, burada bir yanlış yoxdur. Yalnız su ekosistemi üçün tərtib edilir, yanlışdır. Yalnız quru ekosistemi üçün tərtib edilir, yanlışdır. Su ekosistemində piramidanın əsasını ali bitkilər təşkil edir. Ekoloji piramidaya aid doğru ifadə deyil bu da. Enerji piramidası əsasından zirvəsinə doğru getdikcə genişlənir. Tam tərsi. Cavabımız ona görə olur A variantı. Homozigot qaragöz qadının genotipində bu əlaməti təyin edən genin neçə növ və sayda alleli vardır? Homozigot qaragözdür. Qaragözlülük dominant əlamətdir. Homozigot dediyi üçün də bilirəm ki, dominant homozigot, yəni böyük A-lardır. İndi burada deyir ki, neçə növ və sayda allel var. Buradan 2 qamet əmələ gəlir. Amma növ olaraq bir növ olmuş olur. Hamısı dominant A-dır. Yəni, növün 1-dir, dominant A, sayı etibarilə isə 2-dir. Cavab olur A variantı. Sonra xəstəliklər verib və bunları yerləşdirək. Deməli, burada özüm üçün yazıram 1, 2, 3. Birdə nə verib? Gen mutasiyası, autosom dominant. İndi gəlin autosom dominantları tapaq. Ağ çəng əlaməti. Ağ çəng əlaməti autosom dominantdır. 1-ə yazıram. Daltonizm deyil, albinizm deyil, Marfan sindromu da autosom dominantdır. 1-ə oldu A, D. Sonra talassemiyada deyil. Gəldim 2-yə. 2-də deyir ki, gen mutasiyasıdır, amma autosom resessivdir. Mənə autosom resessiv lazımdır. Baxıram B-yə. Daltonizmdir. Daltonizm autosom resessiv deyil. C-də albinizm autosom resessivdir. Götürürəm. Y-də talassemiya. Talassemiya da autosom resessivdir. C-lə Y-ni 2-yə yazdım. Sonra 3-ə də X-la ilişikli keçən gen mutasiyası olduğunu deyir. Bu da daltonizm olmuş olur. 3-ə də olur B. 1-ə AD, 2-yə C-yi, 3-ə B. Cavabımız olur D variantı. İnsan orqanizmində autosom resessiv tipli xəstəlikləri müəyyən edin. Autosom resessivlər buradan bir albinizmdir, bir də fenilketonuriyadır. Cavab olur 2, 4, B. Vavilova görə mədəni bitkilərin növ müxtəlifliyinin sayı X, Şərqi Asiya mərkəzinin növ müxtəlifliyi Y-dir. Y-i müəyyən edin. Şərqi Asiyada bilirik ki, 20% edin. Y 20%dirsə, X-da da mədəni bitkilərin növ müxtəlifliyinin sayı. Bu ümumi anlayış olduğu üçün 100% qəbul edə bilərəm. Və buradan Y-i tapanda Y bərabər olmuş olur 0.2 X-a. Cavab da olur B variantı.
Sənaye miqyasında gen mühəndisliyinin metodları ilə insana xas olan insulinin alınması üçün insanın insulin sintezini təmin edən genin bakteriyaya köçürmək lazımdır. Düzdür, elə bu üsuldan istifadə olunur. Bakteriyal insulini insan orqanizminə yeritmək lazımdır. Biokimya və laboratoriyada insulini yolla sintez etmək lazımdır. Bunların heç biri gen mühəndisliyi metoduna aid deyil. Gen mühəndisliyi metodunda gen köçürülməsi baş verir, o da A variantında. Heterozis inbreeding, uyğunluğu müəyyən edin. Xətlər arası çarpazlaşma aparıldıqda baş verir. Xətlər arası çarpazlaşma heterozisdə yalnız heyvan seleksiyasında tətbiq olunur. Heyvan seleksiyasında yalnız tətbiq olunan inbreedingdir. Fərdlərdə arzu olunan əlamətləri möhkəmləndirir. Bu inbreedingdədir. Məhsuldarlığı artırır, heterozis. Fərdlərdə heterozigotluğu artırır. Bu da heterozisdə olur. 1 ADY, 2 BS. D variantı olur. 13. Dölsüzlüyü Karpetchenko metodu ilə aradan götürülən növlər arası hibridin tetraploid xromosom dəstə 56-ya bərabərdir. 4-ün bərabərdir 56. Bu hibridin əmələ gəlməsinə iştirak edən bir bitkinin spermisində 7 xromosom var. Haploid dəsti bitkinin 7-dirsə, həmin bitkinin 2N diploid dəsti 14 olub deməli. Bu 4N-dən 2N birinin 14-dürsə, digər 2N-ə qalır. 56-dan 14 çıxanda 42 olmuş olur. Bu oldu mənim ikinci orqanizmim, bu da birinci orqanizmim idi. İndi deyir ki, digər bitkinin, yəni bu bitkinin, 2N 42 olan bitkinin rüşem kisəsindəki ikiqat mayalanmada iştirak etməyən hüceyrələrində cəmi neçə xromosom var? Bilirəm ki, 5 dənə haploid hüceyrə iştirak etmirdi. Və buradan 2N 42-dirsə, N deməli 21 imiş. 5-i də vuranda 21-ə cavab olur 105 D variantı. Vavilovun irsi dəyişkənlikdə homoloji sıralar qanununa görə çəltikdə baş vermiş irsi dəyişkənliyin hansı bitkidə də baş verə biləcəyini proqnozlaşdırmaq olmaz. Buğda, vələmir, ceyran otu, qarğıdalı hamısı taxıllara aiddir. Eyni ilə çəltik kimi, yəni baş verməsi mümkündür. Amma şəbbuqülü taxıl olmadığı üçün ola bilməz. Qida zəncirinin birinci halqasına deməli, birinci halqada 120.000 kilojoule enerji var. Burada yazıram 120.000. Deyir ki, minimal itki olarsa, minimal enerji itkisində ilanın hüceyrələrinin qurulmasına nə qədər enerji sərf olunur? 4-ü soruşur. Minimal itkiyə görə 20%-lə hesablamalıyam. 20%-lə keçsə, minimal itki baş verir. 120.000-in 20%-i 2-dəki çərtkiyə keçsə, bu eləyir 24.000. Sonra yenə 20%-i 3-cüyə qurbağaya gələndə olur 4800. Qurbağadan da ilana gələndə yenə 20%-ni hesablayanda olur 960. Cavabımız olur D variantı. Eylervin diaqramına uyğun bəndləri müəyyən edin. Bitki seleksiyası, heyvan seleksiyası. Kütləvi seçmə tətbiq edilir bitki seleksiyasında. Saf xətlər alınır hər ikisində. Əlamətlərin möhkəmləndirilməsi məqsədi ilə inbreeding aparılır. Inbreeding heyvanlarda. Dölsüzlüyü aradan qaldırmaq üçün Karpetchenko metodundan istifadə olunur. Bitkilərdə oluna bilər. Fərdi seçmə tətbiq olunur. Fərdi seçməni hər ikisinə tətbiq edə bilərik. Birinciyə 1 ilə 4, üçüncüyə 2 ilə 5, cavabımız olur A variantı. Müasir atmosfer canlı maddənin hansı funksiyası nəticəsində yaranır? Atmosferi soruşduğu üçün təbii ki, qaz yaratma funksiyası hesabına yaranır. Hansı ifadə doğru deyil? Biosfer əhatə edir hidrosferin bütün qatlarını, litosferin üst qatını, bunlar doğrudur. Atmosferin bütün qatlarını əhatə etmir. Yanlış olan olur C variantı. Atmosferin yuxarı sərhədlərinə doğru getdikcə canlıların yaşamasını məhdudlaşdıran amil
Ultrabənövşəyi şüaların intensivliyidir. Çünki ultrabənövşəyi şüalar canlılıq əlamətini, həyati əlamətləri yox eləyir. Zülalların parçalanmasına gətirib çıxarır. Buna görə də bir canlının yaşaması qeyri-mümkündür. 20. Şəkildəki diaqramda hansı işarələrin yeri dəyişilməlidir? Şəkildə gördüyümüz elektroensefalografiyadır. Birdə deyir ki, sinir sisteminin fəaliyyətində baş verən dəyişiklikləri aşkar edir. Plus qoydu, düzdür. 2. Ürək və onun fəaliyyətində baş verən dəyişiklikləri aşkar edir. Etmir, minus olmalıydı. Bu EKG olardı. Ürək dediyi üçün elektrokardioqrama. 4. Beynin biocəryanlarını qeydə alır, amma burada minus qoydu. Bu da səhvdir. 3. Baş beynin köndələn kəsiklərlə təsvirini almaq üçün istifadə edilir. Burada da minus qoydu zaten. Yanlış deyil, doğrudur. 2 ilə 4-də plus minusun yeri dəyişik olmalıydı. Ona görə Y variantı. Canlı orqanizmlərin bəzi kimyəvi elementləri ətraf mühitdən özündə toplaması canlı maddənin hansı funksiyasına aiddir? Qatılaşdırma funksiyasına aiddir. Özlərində maddələrin depolaması. Hüceyrə mühəndisliyi haqqında hansı ifadələr doğrudur? Həm bitki, həm də heyvan hüceyrələrindən istifadə edir. Düzdür. Bitkilərdə xromosomların sayının dəyişdirilməsinə əsaslanır. Xeyr. Bir orqanizmdə olan genin digər orqanizmə köçürülməsini təmin edir. Xeyr. Cinsi yolla çoxalması mümkün olmayan hibridlərin alınmasını təmin edir. Bəli. Plazmidlərdən istifadə edilir. Xeyr. 1-4 Y variantı. Mavi toyuq və mavi xoruzların çarpazlaşdırılmasından 4 qara cücə alınıb. Alınan nəsildə neçə cücənin valideynin fenotipinə malik olması daha çox ehtimal olunur. Mavi toyuq və mavi xoruzluq heterozigot əlamətdir. Böyük A, kiçik A ilə böyük A, kiçik A-nı çarpazlaşdırırıq. Alınır böyük A-lar, böyük A, kiçik A, böyük A, kiçik A, bir də kiçik A-lar. İndi burada neçəsi valideynə oxşayanda 4 dənə qara cücə alınıb bilmirəm. Amma ikisi valideynə oxşayanda bir dənə qara cücə alınır. Buradan da x-i tapıram 8. 23-də cavabımız olur 8. Heyvan cinslərinin hansılarının alınmasında növdaxili saf xətlər alınmış və xətlər arası hibridləşdirmə aparılmışdır. Bir də Kalmik Jersey qaramal cinsi, Berkshire Askania donuzu, bir də Askania rambulyesi, Mernoskovin cinsi. 1, 4, 6. Hansı canlılarda cinsiyyətin müəyyən olunması dişi orqanizmdən asılıdır? Dişidən asılıdır. Güvələrdə, bir də göyərçində. Heterozigotluluq var deyə, oldu 1-4. Mendel monohibrid çarpazlaşdırma zamanı noxud bitkisi üzərində apardığı təcrübələrdə hansı genetik qanun uyğunluqları üzə çıxara bilməzdi? Dominantlığı çıxartdı, parçalanma qanunu məlum məsələ idi, əlamətlərin ilişikliyi deyil, qametlərin saflığı hipotezi də ortadaydı, sərbəst paylanma da burada deyil. Cavabımız olur 3, 5. Uyğunluğu müəyyən edin, Xaçinov, Karpechenko. İrsi dəyişkənliklə homojen sıralar qanunu irəli sürmüşdür. Heç biri. Bitki seleksiyasının 400-lüyü aradan qaldırmaq üçün polibiotikdən istifadə edib Karpechenko. Vətəni Mərkəzi Amerika mərkəzi olan bitkinin müxtəlif sortlarını almışdır. Qarğıdalı olsa Xaçinov. Hibrid fərddə dominantlığı idarə etmək üçün mentor metoduna istifadə etmişdir. Heç biri. Vətəni Aralıq dənizi mərkəzi olan bitkinin seleksiyası ilə məşğuldur. Kələmgillər olsa Karpechenko. 1-ə S, 2-yə B, Y. Situasiya. Yerüstü zoğların şəkil dəyişməsi olan bığcıqlar bir sıra bitkilər kimi çəliyə bitkisi üçün də xarakterikdir. Məlumdur ki, bığcıqları əmələ gətirmək xüsusiyyəti iki dominant genin qarşılıqlı təsirindən asılıdır. 28. Hansı genotipli bitkilərin bığcıq əmələ gətirdiyini söyləmək olar? Yuxarıda da dedik ki, iki dominant gen lazımdır. İki dominantı harada görürəmsə, deməli orada bığcıq ola bilər. Birincidə, 2-də sadəcə S resesivdir, 3-də sadəcə R resesivdir, 4-ü də götürürəm, 4,
5-də də 1R, bir dənə C resesivi var deyə 5-də götürürəm. 6-da olmaz, çünki R-lər resesivdir. 1, 4, 5. Verilmiş nümunə genlərin qarşılıqlı təsirinin hansı tipinə aiddir? Həm dedik R olmalıdır, həm C olmalıdır. İki dominant gendən ortaya çıxırdı bığcıq. Bu da komplementar qarşılıqlı təsirdə olur. Komplementar. Deməli, resesiv RR, heterozigot CS və diheterozigot RC genotipli fərdlərin çarpazlaşmasından alınan nəslin neçə faizi bığcıqlara malik olacaq? Bığcıqların olması üçün də bilirəm ki, bir dənə dominant R, bir dənə dominant C şərtdir. Pennet cədvəli qurmağımı istəyir. Deməli, Pennet cədvəli qurmağımızı istəyir. İkinci orqanizmim diheterozigotdur. Buradan çıxan qametlər nədir? Böyük R, böyük C, sonra böyük R, kiçik C, kiçik R, böyük C, bir də balaca R, C. Və bu ikincidən balaca R, böyük C, balaca R, balaca C ola bilər. İndi orqanizmlər yazıq. Böyük R, kiçik R, böyük C-lər. Böyük R, kiçik R, böyük C, kiçik C. Böyük C-lər, böyük C, kiçik C. Burada da böyük R, kiçik R, kiçik C-lər, kiçik R. Burada da resesivli homozigot. İndi məndən bığcıqlara malik olanı istədiyi üçün mütləq bir dənə böyük, bir dənə də böyük R, həm də böyük C-yə ehtiyacım var. Yenə bu ola bilər, birinci, bu da ola bilər, bu da ola bilər. Sadəcə 3 fərddə bir dənə də olsa böyük R və böyük C-yə rast gəlinir. Ümumi kombinasiya sayım 8 idi və bu 8 dənədən 3-ü sadəcə 8 dənə 100%-imdirsə 3 dənə bığcığa malik olan X olur. X da bunun bərabərdir. Cavab olur 37,5. Sınaq suallarımız bu qədər. Növbəti videolarda görüşmək üzrə.